TikTok'ta bir mikrobloger San Francisco'da yerləşən bir restoranın bağlanmasına səbəb olub. Karla adlı bir qız həyat yoldaşı ilə restoran dəvəti ilə nahara gəlmişdi. Reklam olduğu üçün 20 dəqiqə əvvəlcədən gəlib restoranı analiz edirdi. Sonra isə arxadan iki şəxs onun barədə danışdığını eşitdi. Məlum oldu ki, şəxslərdən biri restoranın həm təşkiçisi idi və o Karla haqqında danışırdı. Kişi onun TikTok profilinə baxaraq nə qədər az abunəsi olduğunu və videolarına nə qədər az baxış yığdığı barədə danışırdı. Və kişinin sözləri belə idi: "O kimdir ki, biz onu dəvət etmişik və o bizim restoranımızı necə tanıdacaq?" Karla vəziyyəti yumşaltmaq üçün ona yaxınlaşıb bu əməkdaşlığa görə çox sevindiyini və artıq çəkilişə başlaya biləcəyini qeyd etmişdi. Lakin restoranın sahibinin cavabı çox kobud oldu. Kişi Karlaya belə dedi: "Mənim qızımın 600 min izləyicisi var, sənin isə cəmi 15 min. Sən burada nəyə reklam edəcəksən ki?" Karla bu hadisədən sonra göz yaşları içində restorandan çıxıb bu hadisə barədə bir video çəkdi və məhz o video 30 milyondan çox baxış yığdı. Kişi bu sözləri Karlaya deyəndə bilmirdi ki, ola bilər ki, Karlanın 15 min izləyicisi var, amma hər biri San Francisco sakinidir və onlar bir gün ərzində restoranın reytinqini bir ulduza qədər azaltdılar. Hadisədən sonra həmin kişinin qızı TikTokda Karladan üzr istədi. Amma artıq gec idi. Restoran bağlanmışdı. Karlanın isə indi yarım milyondan çox izləyicisi var. Bu hekayə onu sübut edir ki, nə qədər izləyicin olur olsun fərq eləmir. Cəmi bir video sənin həyatını dəyişə bilər.